Axşam saatlarında metronun Nərmanov stansiyasında problem yaranıb, nəticədə stansiyanın platformasında sıxlıq müşahidə olunub. Qurumdan məsələ ilə bağlı açıqlama verilib. Bakı metropolitenindən qeyd olunub ki, bugün saat 17:03 radələrində metronun Nərmanov stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xəttdən çıxarılıb. Bu səbəbdən qırmızı və yaşıl xətlərdə qatarların hərəkətində gecikmə olub. Bakı metropoliteninin açıqlamasına görə köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xəttdən çıxarılıb və Nərmanov elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda yaşıl və qırmızı xətlərdə intervalda 20 dəqiqəyə qədər yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq. Bənövşəyi xəttə və Cəfər Cabbarlı Xətai, Həzza sonu və Əhmədli mənzillərində qatarlar qrafik üzrə hərəkət edirlər. Yaşıl və qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub və yubanmalar yoxdur deyə son dəqiqə açıqlamada qeyd olunur.